Salam, bugün Puza Geometri kitabından gözəl bir sualın izahına baxacağıq. Sualda bizə ADF və FDC bucağının bir-birinə bərabər olduğunu, həmçinin ABE və YBS bucağının da bir-birinə bərabər olduğunu göstərilib. Qabaqca bucaqları adlandırsaq, ADF və FDC bir-birinə bərabər olduğu üçün hər ikisinə alfa deyirəm. Həmçinin ABE və YBS bucağı da bir-birinə bərabər olduğu üçün onlara da beta deyirəm. Ümumi dördbucaqlıda daxili bucaqların cəmini tapsaq, 2 alfa üzərinə gəlinsin 2 beta üzərinə gəlinsin 118 və 54-ün cəmi 172 bərabərdir 360. Buradan da alırıq ki, alfa üzərinə gəlsin beta bərabərdir 94. Və bundan sonra mən DYB bucağına bir qamma bucağı deyirəm. Və buradan da alırıq ki, alfa üzərinə gəlinsin, beta üzərinə gəlinsin 118, üzərinə gəlinsin qamma bərabərdir 360. Və buradan da alırıq ki, alfa üzərinə gəlinsin betadan bayaq 94 tapmışdıq. 94 üzərinə gəlinsin 118, üzərinə gəlinsin qamma bərabərdir 360. Buradan da qamma bərabərdir 148. Və qammanı 148 tapandan sonra DYF bucağı açıq bucaq olduğu üçün 180 dərəcədir və biz də qammanı 148 tapmışdıq. Deməli, A bucağına da qalan dərəcə 32-dir. Yəni cavab B bəndi.